Oksigen olmasa insan yaşaya bilərmi? 1991-ci ildə 8 insan öz istəyi ilə dünya ilə əlaqəsini kəsdi. Onlar nə qaça bilirdi, nə də kömək ala bilirdi. Və bir müddət sonra oksigen tükənməyə başladı. 1991-ci ildə Biosphere 2 eksperiment adlı inanılmaz bir eksperiment başladı. Elm adamları bir sualın cavabını axtarırdı. İnsanlar başqa planetdə yaşaya bilərmi? Çünki gələcəkdə Mars kimi planetlərə köç ehtimalı artıq müzakirə olunurdu. Bunun üçün ABŞ-da Oracle, Arizona şəhərində nəhəng, tam qapalı bir sistem quruldu. Bu sistem sadəcə bina deyildi. Bu, yer kürəsinin kiçik modeli idi. Bu kompleksin içində tropik meşə, süni okean, səhra, bataqlıq ekosistemi, kənd təsərrüfatı zonası və yaşayış sahəsi vardı. Hər şey elə dizayn olunmuşdu ki, insanlar kənardan heç bir dəstək almadan yaşaya bilsin. Hava, su, qida, hər şey sistemin içində dövr etməli idi. İçəriyə hava belə daxil olmurdu. 8 nəfər könüllü seçildi. Onlar müxtəlif sahələrdən idi. Bioloq, mühəndis, həkim və fermer. Yəni bu sadəcə təcrübə deyildi. Bu, yeni bir həyat modeli idi. Onlar içəri daxil oldu və qapılar bağlandı. Artıq geri dönüş yox idi. İlk aylarda hər şey ideal görünürdü. Onlar öz qidalarını yetişdirir, tərəvəz əkir, heyvan saxlayırdı. Suyu təmizləyir, havanı nəzarətdə saxlayırdılar. Hətta bəziləri bu həyatı dünyadan daha təmiz adlandırırdı. Bu sanki gələcəyin Mars koloniyası idi. Amma çox keçmədi ki, problemlər başladı. Ən böyük problem oksigen idi. Əvvəlcə heç kim fərq etmədi. Amma zaman keçdikcə hava dəyişməyə başladı. Bitkilər gözlənildiyi qədər oksigen istehsal etmirdi. Torpaq isə oksigeni udurdu. Və içərdəki oksigen səviyyəsi yavaş-yavaş azalmağa başladı. Bir müddət sonra vəziyyət kritik həddə çatdı. Oksigen səviyyəsi o qədər aşağı düşdü ki, bu sanki 4000 metr yüksəklikdə yaşamaq kimi idi. İnsanlar normal nəfəs ala bilmirdi. Baş ağrısı, baş gicəllənmə, yorğunluq. Bunlar artıq gündəlik hala çevrilmişdi. Amma tək problem bu deyildi. Zaman keçdikcə psixoloji gərginlik artdı. Unutma, bu insanlar 24 saat eyni mühitdə idi. Eyni insanlarla, eyni divarlar arasında. Heç bir qaçış yox idi. 8 nəfər 2 qrupa bölündü. Onlar arasında münaqişələr başladı. Kiçik problemlər belə böyüyürdü. Bəziləri bir-biri ilə danışmırdı. Hətta eyni otaqda olmaq belə çətin idi. Qapalı mühit insan psixologiyasını sındırmağa başlamışdı. Bir müddət sonra isə qida problemi ortaya çıxdı. Əkin sahələri kifayət qədər məhsul vermirdi. Bitkilər gözlənildiyi kimi böyümürdü. Bəzən məhsul ziyan olurdu. Onlar az yeməklə yaşamağa məcbur oldu. Gündəlik kalori miqdarı ciddi şəkildə azaldı. Bəzi iştirakçılar 10-15 kilo çəki itirdi. Aclıq artıq hiss olunurdu. Və sonra kritik nöqtə gəldi. Oksigen səviyyəsi o qədər aşağı düşdü ki, artıq bu həyat üçün təhlükəli idi. Və gizli bir qərar verildi. Kənardan oksigen əlavə edildi. Bu isə eksperimentin əsas prinsipini pozdu. Çünki məqsəd tam qapalı sistem idi. Amma artıq sistem özünü təmin edə bilmirdi. Buna baxmayaraq, eksperiment dayandırılmadı. Onlar davam etdi. Çünki bu təcrübə insanlıq üçün çox vacib idi. 2 il tamam olduqdan sonra qapılar açıldı. İçərdən çıxan insanlar fiziki olaraq zəif, psixoloji olaraq yorğun, amma tamamilə dəyişmişdilər. Onlar deyirdi ki, ən çətin şey aclıq deyildi. Ən çətin şey eyni insanlarla
qapalı qalmaq idi. Bəs insanlıq bu eksperimentdən nə öyrəndi? İnsan qapalı sistemdə yaşaya bilər. Amma bu, düşündüyümüz qədər asan deyil. Ekosistem çox həssasdır. Kiçik bir balans pozuntusu böyük problemlərə səbəb olur. Və ən vacibi, psixologiya ən az oksigen qədər vacibdir. Bəlkə də gələcəkdə insanlar Marsa köçəcək. Amma bu eksperiment bir şeyi sübut etdi. İnsan üçün ən təhlükəli şey boşluq deyil, tənhalıqdır. Çalışaq tənhalığa qapılmayaq. Əgər belə real hadisələr xoşunuza gəlirsə, Bal Kreativ kanalını izləməyi və videonu bəyənməyi unutmayın.